Bir cavan tanıyırdım. Paltarla avaraydı. Paltar aşığı idi. Brand giyinsin, o dükkandan, bu firmadan. Adam var da belə. Həvəskardı. Paltar üçün da belə necə deyim, hər şeyinə fikir verərdi. Geyiminin, bahalı olsun, falan firmadan olsun, falan olsun. Deyib bundan dost olmaq üçün elə paltarını tərifləsən kifayət edir. Yəni bana desən, nə qəşəng paltarın var, elə olurdu dost səndən. Onun üçün həyatda fəlsəfə buydu da, paltar. Deyir, amma nə vaxtacan davam elədi, ondan üstün eşqə düşənə qədər. Bir gün bir qızı sevdi, aşıq oldu ona. Deyir, mən gördüm ki, qəzaya düşüblər qızla, nişanlısı ilə. Gördüm necə paltarlarını tikə-tikə cırron yaralarını bağlayır. Daha böyük eşq paltar eşqindən qopartdı və paltar eşqini ona fəda elədi. Ona qurbanı verdi. İbrahimlər İsmaillarından bu məntiqlə keçirlər. İbrahimlərin qurbanlığının fəlsəfəsi budur. Daha böyük eşq İsmailin eşqinə qələbə çalır, göz qırpmadan aparır minaya qurban kəsməyə. Ağlın tələbi idi İsmailin qurban kəsilməsi, ağlın tələbi idi. İsmail qurban gedirsə qətligaha, yaxşını daha yaxşıya qurban vermək ağlın tələbi.